Salam əziz 3-cü sinif şagirdləri və videonu izləyən valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugündən etibarən 3-cü sinif riyaziyyat iş dəftərinin 1-ci hissəsindəki tapşırıqları sizinlə birlikdə işləməyə başlayacağıq. Başlayaq ilk tapşırıqlarımızdan səhifə ilə 2-dən başlayır. İlk bölməmizin adı ədədlər 1000-ə qədər. Burada deyir yada sal, təkrarlayacaq indiyə kimi keçdiklərimizi. Və birinci tapşırıqda deyir ki, əşyalarının ümumi sayını tap. Boş xanaya uyğun ədədi yaz. Birincidə deyir ki, hər paketdə 10 muncuq var. Cəmi neçə muncuq var? Demək, neçə saymalıyıq? 10-u. Sayaq. 10, 20, 30, 40, 50, 60, 70, 80, 90, 100, 110, 120, 130. Demək, buradan 130 yazırıq. Hər paketdə 50 şar var. Cəmi neçə şar var? Demək, indi neçə sayacaq? 50. Sayaq. 50, 100, 150, 200, 250, 300, 350, 400, 450. Yazaq. 450. Hər paketdə 100 qısqac var. Cəmi neçə qısqac var? Sayaq. 100, 200, 300, 400, 500, 600, 700. Burada da 100 saydıq və tapdıq ki, 700 qısqac var. Verilmiş ədədləri uyğun xanalara rəqəmlərlə yaz. 433. Demək, necə yazacaq? 4, 3, 3 oldu 433. 350, 3 və 50. 350 oldu. 400'lük, 1 onluq, 2 təklik. 4, 1, 2, 412 oldu. 300'lük, 2 təklik. Bunu necə yazarıq? 300'lük, onluq sözünü görmədik. Demək, 0'da onluq, 2-də təklik var. 302. Qanuna uyğunluğu müəyyən et və boş yerlərə uyğun ədədləri yaz. Qanuna uyğunluğu biz 751-dən 752-dən tapacaq. Aralarında nə qədər fərq var? 1 vahid. Demək, ədədlər bir-bir artır. Deməli, 749-dan sonra olacaq 750. 752-dən sonra olacaq 753 və burada da olacaq 754. B bəndinə baxaq. 500, 600, 700 nə gördük? 100 artır. 500-dən əvvəl demək 100 vahid azalacaq. 400, 400-dən də əvvəl 300 olacaq. 700-dən sonra neçə olacaq? 800 olacaq. C-yə baxırıq. 450, 500. Aralarında nə qədər fərq var? 50 vahid. Demək, 50 artırsa 450-dən əvvəl az olacaq. 50 vahid az olacaq. Yəni 400 olacaq. 500-dən sonra isə 550 olacaq. 600-dən sonra da 650 olacaq. Burada baxaq. 910, 920, 930 nə gördük? 10 artır ədədlər. Geriyə doğru isə azalacaq təbii ki. 910-dan əvvəldə olacaq 900. Ondan əvvəldə 890. Ondan da əvvəldə 880. Sıralamanı pozan ədədin üstündən xətt çək və onun yerinə uyğun bir ədəd yaz. Burada yazıb ki, artan sırayla. Demək, ədədlər artmalıdır. Baxaq, hansı pozur? 52, 61, 48, 67, 78. Hansı pozdu? 48. Çünki 61-dən sonra 48 artmadı, azaldı. Başqa nə yaza bilərik onun yerinə? Onun yerinə biz 61 ilə 67-nin arasında yerləşən istədiyimiz bir ədədi yaza bilərik. Məsələn, olsun 65. Digərində azalan sıra ilə verilib. Baxaq, görək hansı pozur. 93, 89, 42, 86, 60. Burada əslində 86 pozur. Çünki baxın, bura kimi azalır. 93-dən sonra 89, sonra 42 azala getdi. 42-dən sonra 86 isə artdı. Amma biz 42-dən sonra 86-nı dəyişib, 42-dən kiçik ədəd yazsaq, məsəl üçün 40 olsun. 40-dan sonra yenə görürsünüz 60 yenə artdı. Ona görə biz məcburuq 42-ni dəyişək ki, 42 qanuna uyğunluğu pozmasa da, biz məcbur onu dəyişəcək ki, digərləri də azalan sırayla davam eləsin. Və biz bura ancaq 89 ilə 86-nın arasında yerləşən ədədləri yaza bilərik. Yəni 88, 87. 2 ədədi yaza bilərik. Bunun üstünə xətt çəkək. 87 yazaq. Dediyim kimi, bu əslində qanuna uyğunluğu pozmur 42. Sualın özündə kiçik bir yanlışlıq var. 86. 42-dən sonra 86 artdı, gördük ki. Amma sonra da 42-dən sonra biz onu azatsaq da yenə artacaq. Ona görə biz məcbur 42-ni dəyişdik. Ədəd oxunda nöqtələrin
nöqtələrə uyğun ədədləri yazaq. Burada baxırıq ki, ədədlər 10-10 artır. Çünki burada 50, burada 100-dürsə, demək 10-10 artır. Və 50-dən 2 addım irəlidə nə olacaq? 60, sonra 70 olacaq. Demək, nöqtənin yerində 70 olacaq. Burada isə 150-dən 2 addım irəlidədir. 160, 170 olacaq. Burada, baxın, 250-dən 1 addım irəlidədir. 260 olacaq. Burada 350-dən irəli doğru sayaq. 360, 370, 380. Burada elə 450-nin üstündədir, görürsünüz. Ona görə elə biz də 450 yazaq. Burada 500-dən irəli doğru sayaq. 510, 520, 530. Burada 650-dən 650 buradadır. 660, 670 olacaq bu da. Sonra bu 750-dən bir addım əvvəldədir. Demək 740 olacaq. 10 vahid az olacaq. Burada 800-dən 2 addım irəlidədir. Demək 820 olacaq. Burada isə 1000-dən 2 addım geridədir. 980 olacaq nöqtənin yerində. Boş xanalara uyğun ədədləri yaz. 3 yüzlük, 4 onluq, 6 təklik. 346. Burada isə yüzlük yazılıb, onluq yazılmayıb. Onluğu və təkliyi buradan görürük ki, 1 onluq, 4 təklik var. 3 yüzlük, 4 onluq, təklik yazılmayıb, demək təklik 0-dır. Demək ədəd 340-dır. Burada isə 2 yüzlük, onluğu biz hardan tapacaq? Buradan 3 onluq. 1 yüzlük, neçə təklik? 1 yüzlük, burada yüzlük burada yazılıb. Ona görə bunu burada yazırıq. Burada da onluq yazılıb, 3'dür. Onu da buraya yazırıq. 134. 2 yüzlük, 13 təklik. Burada 13 təklik yazılıb. Bu 13'ün 10 təkliyi bilirik ki, 10 təklik 1 onluğa bərabərdir. Bunun 10 təkliyini veririk, 1 onluq əmələ gətirir. 2 yüzlük var, 1 onluq da əmələ gəldi və qaldı 3. 213. Keçdik növbəti səhifəyə. Təsvirlərə əsasən boş xanalara uyğun ədədləri yazın. Sayaq. 1, 2, 3, 4, 5. 5 yüzlük var deməli. Onluq 3 dənədir. 3, təklikdə 4 dənədir. 4. Demək, ədədimiz neçədir? 534. Və onları bu şəkildə yazırıq. 534. Burada da 4 olacaq. Burada sayaqlı qubları 3 yüzlük var, 3 onluq var, 6 da təklik var. Demək, ədədimiz neçədir? 336. Açıq şəkildə necə yazarıq? 300, burada 30, burada da 6 yazarıq. 8-də deyir ki, kartları yanaşı qoyduqda alınan 3 rəqəmli ədədlərə aid 4 nümunə yaz. A bəndində 1, 5, 4 verilibdir. Bu ədədlərdən istifadə edib 4 rəqəmli ədədlər yazmalıyıq. Məsəl üçün elə ardıcıl yazsaq nə ədəd alınır? 154. Sonra yaza bilərik 451. Sonra yaza bilərik 541. Yaza bilərik 514. 4 dənə oldu. Aha, digərində yenə ardıcıl yazaq bu rəqəmlərdən. Olar 307. Sonra nə olar? 703. 0-dan başlaya bilmərik. 3 və 7 ilə başlaya bilərik. Ancaq 370 də yaza bilərik. 730 da yaza bilərik. Burada yenə ardıcıl yazsaq olacaq 418. Sonra 184. Sonra 814 yaza bilərik. 841 yaza bilərik. Misalların cavabını əvvəl təkliklərlə, sonra isə onluq və təkliklərlə ifadə et. Nümunə də verib 77 təkliyin üstünə 8 təklik gəlib. 85 təkliyi olub. O da bərabərdir 8 onluq 5 təkliyə. Biz də 48 təkliyin üstünə 4 təklik gələcək. Neçə eləyəcək? 52 təklik eləyəcək. O da bərabərdir 5 onluq 2 təkliyə. 37 təklik üstə gəl 16 təklik bərabərdir 53 təklik. O da bərabərdir 5 onluq 3 təkliyə. 53 üstə gəl 37 eləyəcək 90. 90 təkliyi. O da bərabərdir 9 onluq 0 təkliyə. 29 üstə gəl 68 eləyəcək 97.
O da bərabərdir 9 onluq 7 təkliyə. 66 təklik üstəgəl 9 təklik 75 təkliyə bərabərdir. O da bərabərdir 7 onluq 5 təkliyə. Məsələ var. Deyir, Lalə fikrində 1, 3 rəqəmli ədəd tutdu. Bu ədədin rəqəmlərinin cəmi ən böyük bir rəqəmli ədədə bərabərdir. Həmin ədəddə yüzlük, onluq və təkliklərin sayı eynidir. Lalə fikrində hansı ədədi tutmuşdu? Demək, bu üçünün də cəmi 9-dur. Və üçü də eyni rəqəmdirsə, deyir, sayı eynidir. 9-u 3-ə bölərək taparıq ki, həmin ədəd 3-dür. Yəni, yüzlük də 3-dür, onluq da, təklik də. Çünki 3 dənə 3-ün cəmi 9 edir. Demək, ədədimiz neçədir? 333-dür. Elxanın oxuduğu məktəbin nömrəsi 3 rəqəmli tək ədəddir. Bu ədədin onluqlarının sayı 1-dir. Onluğu bildik, yazaq. Həmin ədədin bütün rəqəmlərinin cəmi 4-ə bərabərdir. Elxanın oxuduğu məktəbin nömrəsi neçədir? Bir dənə onluğu bilirik və bilirik ki, cəm 4-ə bərabərdir. Həmçinin bilirik ki, burada son rəqəm tək olmalıdır. Çünki deyir, tək ədəddir. Demək, 4-dən kiçik ədədlər olacaq ki, cəm 4-ə bərabər olsun. 3, 1, 2-dən istifadə eləyə bilərik. Bura 2 qoya bilmərik. Çünki 2 cüt ədəddir. 3 qoysaq, 1 ilə 3 olur 4. Burada gərək onda 0 olsun ki, cəm 4-ə bərabər olsun. Demək, bura 3 də qoya bilmərik. Demək, nə qoya bilərik təkliyə? Ancaq 1 qoya bilərik. 1 ilə 1 oldu 2. Toplayaq. 1 üstə gəl 1. Və üstə neçə gəlsək 4 olar? 2 gəlsək. Demək, yüzlük neçədir? 2-dir. Demək, ədədimiz neçədir? 211-dir. Bəli, bugünkü tapşırıqlarımız burada bitdi. Sağ olun, yeni videolarda görüşərik.